Maşın alanda daha heç kim sizi aldada bilməyəcək. Bilirsiniz bu nədir? Diqqətlə baxın. Buna baxın. Maşının vəziyyətinə baxın. Ağ maşın, həmin o ağ maşının vəziyyəti. Əslində nə qədər iş görülüb bu maşının üstündə. İndi isə işığı yandırıram. Yəni heç nə görünmür. Görürsünüz, ağ maşındır. Hər şey qaydasındadır. Superdir. Amma çox rahatlıqla, bir dənə bax, işığı söndürməklə biz artıq bütün bu maşının yəni biədəb yerlərini, sirlərini, hamısını görmüş oluruq. Avadanlığı ona görə gətirdik ki, avtomobillərin alqı-satqısı zamanı müştərilərin bir digər müştəridən aldığı avtomobilin detalların zavod boyası olub-olmadığını vizual görünüşlə, yəni gözlə şahidi olsun. Düzdür, Etari firmasının və yaxud da ki, mikronölçən aparatlarımız hər bir şeyimiz var, yüksək səviyyədə. Amma alqı-satqısı zamanı bir insanın həqiqətən də avtomobil üzərində detalın dəyişdiyini, orada malyar, yəni rəngsazın hansı işlərin gördüyünü, el dilində desə şpaklyovka olub-olmadığını, laklandığını hər bir şey vizual olaraq görsənir. Qəşəng. 1 vur 2. Konkret olaraq 1 vur 2. Yəni nə vaxtınız gedəcək, nə bir şey. Maşını gətirəcəksiniz, maşını almaq istəyirsiniz. Belə pis masın sahibi ilə gələcəksiniz maşını almağa ki, qardaş, o adam da özünə indi arxaya indi. Ola bilər adam bəlkə də o da kimdənsə alıb. Onun da bir günahı yoxdur. O da indi bilməyib qapıda indiyə kimi nə işlər görülüb, nə olmayıb. Çox elə adamlar olur, hə. O da elə öz maşını haqqında nəsə biləcək və təzə maşını indi alacaq adam da biləcək ki, məsələn bu qapıda nəsə iş görülüb, nəsə başqa bir məsələlər var. Bu maşın çox belə bərbad bir vəziyyətdədir. Biz elə indi keçək o tərəfə. Qapının düzdür, bu tərəf çox pis gündə idi. Bu sağ tərəf çox pis gündə idi, amma maşının o tərəfində də işlər görülüb. Gəlin ona da baxaq. Maşının o tərəfinə keçməmişdən əvvəl isə burada bir vəziyyət var idi. İstədim indi Adil bunu şərh eləsin. Adil, bu nədir belə? Yəni bu nə perixoddur belə qardaş? Nə baş verir burada? Avtomobilin sağ qabaq krılosunda perixod gedilib, perixod izləri də görünür. Ehtiyat yox, keçid, hə. Ehtiyac yoxdur, yəni ki, burada şpaklyovka olsun və yaxud da qrunt astar işlənilsin. Sırf olaraq perixodun izləri hansı, hardan, hara qədər olduğunu, yəni vizual görünüşlə, gözlə görməliyik. Biz bilə bilərik ki, maşının başına çox belə dəhşətli bir hadisə gəlib. Məsələn, dəmirçi işi olub burada, normal maşın vurulub. Dəmirçi işi də görülür, şpaklyovka işi də görülür. Sadəcə olaraq, hətta burada məsəl üçün cilalanma zamanı çəkilən şkurkanın ki yoxdur, hansı miqdarda olduğu o da görünür. Maşının sol hissəsindəyik, sol arxa krıla çox bərbad bir vəziyyətdədir. Mən bilmirəm ki, burada nəsə kəsilib yapışdırılıb bura, yoxsa burada da həmin o perixod var. Bəli, burada da perixod işlənib, dəmirçi malyar işi görülüb və gördüyünüz kimi stoykaya yaxın hissədən sol tərəf arxa krılosu qanadı əzildiyinə görə belə deyək, perixod verilib bura. Bütün bu cür məsələlərlə bağlı eyni zamanda beskraskası, sonra başqa nə? Əsas beskraskat da mənə gəlir. Bizdə əsas beskraska səhifəsidir, beskraska işi görülür. Həmçində avtomobillərin, yenə də deyirəm, alqı-satqı zamanı müştərilər bilmək istəyirlər ki, hansı detallar rənglənib, hansı detallar zavod boyası üzərindədir. Onlar barəsində istənilən məlumatı verə bilər. Yəni möhtəşəm, unikal bir məsələdir əslində bu. Çünki adam rahatlıqla gəlir. Yəni düzdür, indi o xadavoyundan biz danışmırıq. O motor, korobka başqa məsələdir. Maşının estetikası bu günləri nə vəziyyətdədir? Hamısını bax bu unikal aparat göstərir. Başqa heç nəyə ehtiyac yoxdur. Sadəcə 3 dəqiqə, 4 dəqiqə, 5 dəqiqə vaxtınız gedəcək və maşınınızı necə deyərlər, həm özünüz tanıyacaqsınız, həm də bu yeni sahibi biləcək ki, maşının hansı hissəsində nə var. Adilə müraciət edə bilərsiniz. Adil usta əcdahadır bu işin. Yəni mənim telefonumda bir dənə adamın adı var. Beskraska yazıram, Adilin nömrəsi çıxır. Çünki Adili dünən tanımıram. Adil bizim dostumuzdur və bu işin də ustasıdır. Lazım olsa nömrə qoyuram aşağıda. Bax bu nömrəyə zəng eləyin və yaxud da bizə də zəng edə bilərsiniz. Biz də yönləndirək Adilə həm beskraska məsələləri ilə bağlı, həm də əgər maşın alqı-satqısı zamanı, yəni maşın alacaqsınızsa müraciət eləyin.